etməkdir. Bugünkü mövzumuz Avstraliya, Cənubi Amerika və Afrikanın iqlimidir. Öncə iqlim xəritəsinin sol aşağı küncünə baxırıq. Burada yağıntıların miqdarı ilə bağlı legendada məlumat gedib. Birinci 3 rəng yağıntıların miqdarının az olduğu əraziləri göstərir. Sonra deməli 500-1000 arasında olan rəqəm normal yağıntı, 1000-dən çox isə yağıntıların çox olduğu əraziləri göstərir. Və öncə Avstraliyadan başlayırıq. Avstraliyanın şimal hissəsində yağıntıların miqdarı çoxdur. Çünki Avstraliyanın şimal hissəsi subekvator iqlim qurşağının ərazisidir. Şərq hissəsində yenə yağıntıların miqdarı şərq-cənub-şərq hissəsində yağıntıların miqdarı çoxdur. Buna yağıntının miqdarının çox olması səbəbi şərq hissəsindən isti şərq Avstraliya cərəyanı keçir və bu cərəyan isti cərəyan isti su buxarlanaraq bulud verib yağıntı yaradır. Eyni zamanda şərq hissəsində böyük su ayırıcı dağlar yerləşir və yerləşən böyük su ayırıcı dağlar Sakit okeandan və gələn hava kütlələrinin qarşısını kəsir və şərq yamacına daha çox yağıntı verir. Həmçinin Avstraliyanın şimal-şərq hissəsinə Sakit okeandan cənub passatları bol yağış gətirir. Və Avstraliyanın cənub-qərb hissəsi də subtropik qurşağının ərazisi olduğuna görə Aralıq dənizi iqlim tipidir. Burada da yağıntılar azdır, çoxdur. Burada da yağıntıların miqdarı çoxdur. Avstraliyanın qərb-mərkəz hissələrində isə yağıntılar azdır. Yağıntıların az olma səbəbi burada tropik iqlim qurşağının geniş sahə tutması və Avstraliyanın qərbindən də soyuq Qərbi Avstraliya cərəyanı keçir və bu da onun qərb hissəsində yağıntıların az düşməsinə şərait yaradır. Və növbəti diqqət edək Avstraliyanın iqlim xəritəsinə diqqət edəcəyik. Deməli, diqqət edirik Avstraliyanın şimal hissəsində subekvatorial qurşaq. Subekvatorial qurşaq Avstraliyanın şimal hissəsində və subekvatorial cənub subekvatorialdır və subekvatorial tiplərə bölünmür. Avstraliyanın qərb və mərkəz hissələrində tropik, quru tropik, şərq hissəsində isə rütubətli tropik. Qərb hissəsində quru tropikin geniş yer tutmasının səbəbi yüksək təzyiq enan hava axınları, bir də qərbindən dedik ki, soyuq Avstraliya cərəyanı, şərq hissəsindən isə isti şərq Avstraliya cərəyanı quru rütubətli tropiki yaradır. Qərb hissəsində isə soyuq qərb Avstraliya cərəyanı quru tropiki yaradır. Və Avstraliyanın cənub hissəsində subtropik iqlim qurşağı keçir. Onun cənub-qərb hissəsi Aralıq dəniz tipi, mərkəz hissəsi kontinental və cənub-şərq hissəsində isə yerləşəcəkdir bərabər rütubətlənən tip. Və burada Avstraliya və Yeni Zelandiya haqqında da fikir deyirik. Onlar da iki iqlim qurşağında yerləşir. Subtropik və mülayimin. Mülayimin dəniz tipində yerləşirlər hər ikisi. Subtropikin də bərabər rütubətlənən tipində yerləşirlər. Və ərazi üzrə Avstraliyada iqlim qurşaqlarına daxil olan əraziləri qeyd edəcəyik. Avstraliyanın şimal hissəsi deməli Arnhem-Net yarımadasıdır. Burada da Cape York yarımadasıdır. Arnhem-Net və Cape York yarımadası subekvatorial iqlim qurşağının ərazisidir. Cənub subekvatorialdır və burada yağıntılar yayda, amma cənub yarımkürəsinin yay aylarında, yəni dekabr, yanvar, fevral aylarında yağıntı bol düşür. Avstraliyanın ən cənub hissəsindən də subtropik iqlim qurşağı keçir. Subtropik iqlim qurşağının qərb hissəsində Aralıq dəniz tipi, mərkəzin Nullarbor düzənliyinin ərazisində subtropikin kontinental tipi, bu cənub hissələri daxil olmaqla və cənub-şərq hissəsində Tasmaniya adası daxil olmaqla subtropikin bərabər rütubətlənən tipidir. Deməli, şimaldan dedik subekvatorial iqlim qurşağı keçid edir, cənubundan subtropik iqlim qurşağı keçid edir və mərkəz hissəsində isə tropik iqlim qurşağıdır. Və tropikin deməli, Avstraliyanın qərb və mərkəz hissəsində tropikin quru tipidir, şərq hissəsində isə rütubətli tropikdir. Şərq hissəsində rütubətli tropikin yaranma səbəbi isti Avstraliya cərəyanının təsiridir dedik
Böyük su harici dağların şərq yamacına düşəcəkdir. Qərb hissəsi də tropik geniş sahə tutur, quru sahəsi böyükdür və burada enən hava axınları nəticəsində quru tropik, səhra tropiki əmələ gəlir. Və qərbindən də soyuq Qərbi Avstraliya cəryanı qərb sahillərində yağıntının az və düşməsinə və quru iqlimin yaranmasına gətirib çıxarır. Və tropik qurşaqda, quru tropikdə olan ərazilərə Qərbi Avstraliya yaylası, Hammersli dağları, Böyük Qumlu, Böyük Viktoriya səhrası, Hibson səhrası, Simpson səhrası və Makedoniya dağları və mərkəzi ovalıq daxil olmaqla bu ərazilər quru tropikdədir. Tropikin quru tipindədir bir sözlə və şərq hissəsində böyük su harici dağlarına diqqət edirik. Böyük su harici dağlar Avstraliyanın bütün iqlim qurşaqlarından keçir və şimalından subekvatorial, mərkəz hissələri tropik və cənub-şərq hissəsində isə subtropik iqlim qurşağının ərazisidir. Keçək Afrikaya. Afrika yağıntılara diqqət edirik öncə. Afrikanın mərkəz hissəsində yağıntıların miqdarı daha çoxdur. Ekvatorial qurşağın ərazisidir. Mərkəz Qvineya körfəzi sahillərində yağıntılar daha çox düşür. Burada Kamerun dağlarının ətəklərində dünyanın ikinci yağıntı düşən ərazisi var. Deponca məntəqəsi var. Burada 11.000 mm yağıntıdır. Ümumiyyətlə Konqo hövzəsində yağıntıların miqdarı, Konqo hövzəsi, Qvineya körfəzi sahilləri yağıntıların miqdarı daha çoxdur. Və Efiopiya yaylasına diqqət edirik. Efiopiya yaylasında hündürlük çox olduğuna görə onun qərb yamaclarında yağıntılar daha çox düşür. Afrikanın şimal hissəsində yağıntılar azdır. Səhra iqlimi formalaşır. Tropik iqlim qurşağının ərazisidir. Şimal-cənub və cənub-qərb hissələrində də yağıntılar azdır. Cənub-cənub-qərb hissəsində də yağıntının az olması, qərb hissəsində burada soyuq pengel cəryanının təsiridir. Cənub-şərq hissəsində yağıntının çox düşməsi, burada isti Mozambikcə və onun davamı olan İynəburnu cəryanının təsirindən yağıntıların miqdarı çoxdur. Somali yarımadası ətrafı yağıntılar azdır, çünki buradan soyuq Somali cəryanı keçir, onunla bağlıdır. Və Afrikanın şimal-qərb hissəsində burada Madeira, Kanar, Yaşılburun adaları var ki, onlar da quraqlı soyuq Kanar cəryanının təsiri altında olduğuna görə rütubətin miqdarı azdır. İndi baxaq Afrikanın yerləşdiyi iqlim qurşaqlarına. Afrikanın mərkəz hissəsindən ekvatorial iqlim qurşağı keçir. Deməli, Afrikanın mərkəz hissəsindən ekvatorial iqlim qurşağı keçir. Şimala doğru getsək subekvatorial, sonra tropik. Tropikin quru tropik sahəsidir. Tropik iqlim, quru tropik, səhra tropikinin ərazisidir. Və şimalından da subtropik iqlim qurşağıdır. Aralıq dəniz iqlim tipidir. Yenə təkrar mərkəzə qayıdırıq. Afrikanın mərkəzi ekvatorial iqlim qurşağı, daha sonra subekvatorial, tropik və cənubundan da subtropik iqlim qurşağı keçir. Afrikanın şimalında dedik ki, tropikin ancaq səhra tipidir. Burada səhra tipinin yüksək təzyiq enən hava axınları nəticəsindədir. Quru sahəsi geniş yer tutur. Ona görə səhra tipinin yaranması üçün daha əlverişli şərait var. Qərb hissəsində də soyuq Kanar cəryanı olur ki, hətta ki, burada dediyimiz kimi Kanar, Madeira, Yaşılburun adalarında da quru tropikin yaranmasına şərait yaradır. Afrikanın şimalında da subtropik qurşaq dedik, aralıq dəniz iqlim tipidir, hansı ki, yağıntılar qış aylarında düşür. Cənubda tropikə baxacaq. Deməli, cənubda da tropikin qərb hissəsində soyuq Bengel cəryanının təsirindən səhra tropiki əmələ gəlir. Şərq hissəsində soyuq Bengel cəryanının təsirindən səhra tropiki əmələ gəlir və hətta şimala doğru quraqlığı daha da quraq edir ərazini. Şərq hissəsində isə isti Mozambik cəryanı və İynəburnu cəryanı təsirindən şərq hissəsində, Afrikanın şərq hissəsində rütubətli tropik iqlim əmələ gəlir. Ən cənub hissəsinə diqqət eləsək, burada da subtropik qurşaqdır. Cənub-qərb hissəsində aralıq dəniz tipi, cənub-şərq hissəsində isə
bərabər rütubətlənəndir. Ekvator xətti Afrikanın mərkəzi hissəsindən keçdiyinə görə şimala və cənuba getdikcə iqlim qurşaqları simmetrik olaraq təkrarlanır. Və indi bunu biz ərazi üzrə qeyd edəcəyik. Baxaq. Deməli, Afrikanın Kongo hövzəsi, Qvineya körfəzi sahilləri Afrikada yerləşəcəkdir. Ekvatoral iqlim qurşağının ərazisidir. Şərqə getdikcə ekvator, yəni ekvatoral iqlim qurşağı Afrikada bütöv zolaq əmələ gətirmir. Ona görə ki, şərq hissədə Şərq Afrika yaylası yüksəlir və ekvatorala məxsus xüsusiyyətlər itir və nəticədə şərq hissəsi subekvatoral iqlim qurşağının ərazisinə çevrilir. Yəni Afrikada subekvatoral iqlim qurşağının ərazisi olaraq götürsək, təxminən, demək, burada biz Efiopiya yaylası, Şərqi Afrika yaylası və bir də ekvatoral iqlim qurşağının ətraf ərazilərini göz qaydasından götürəcəyik ki, həmin ərazilər düşür subekvatoral iqlim qurşağının ərazisinə. Şimala doğru getsək, Afrikanın geniş bir şimal hissəsi tropik iqlim qurşağının ərazisidir. Burada Böyük Səhra, Liviya səhrası, Nubiya səhrası, Ahaqar, Tibesti, Darfur yaylaları quru tropikdə yerləşir. Hətta dedik ki, burada adalar da var ki, həmin adalar da quru tropikdə yerləşən ərazilərdir. Afrikanın şimal hissəsində isə subtropik qurşaq keçir, subtropikin aralıq dəniz tipi keçir. Burada Atlas dağları həm subtropika, həm tropik iqlim qurşağının ərazisinə düşür. Afrikanın cənub hissəsində tropika diqqət eləsək, deməli, quru tropik sahəsinə, yəni səhra tropikinə daxil Namib səhrası, Kalahari səhrası, rütubətli tropika isə Madagaskar adasının cənubu və Afrikanın bu cənub-şərq hissəsi rütubətli tropika daxildir. Burada Madagaskar adası iki iqlim qurşağında yerləşir. Şimal hissəsi subekvatoriala, cənub hissəsi isə rütubətli tropika daxildir. Burada olan Komor adaları, Seyşel adaları da Afrikada subekvatoral iqlim qurşağının ərazisindədir. Keçək Cənubi Amerikaya. Cənubi Amerikada yağıntıların düşməsinə diqqət edirik. Cənubi Amerikanın yağıntıların düşməsinə diqqət edirik. Deməli, Cənubi Amerikada ekvator ətrafında ekvatoral iqlim qurşağı, subekvatoral geniş sahə tutduğuna görə Cənubi Amerikada yağıntılar daha çoxdur və bu ən rütubətli materikdir. Şimal hissəsindən şimal passatları bol yağış gətirir. Cənub isə burada Gviana yaylasına və Orinoco ovalığına, cənub hissəsindən isə cənub passat cəryanları, cənub passat küləkləri Braziliya yaylasına bol yağış gətirir. Eyni zamanda Cənubi Amerikada daha rütubətli olmasının digər bir səbəbi də isti cəryanlardır ki, buradan isti Gviana cəryanı keçir. İsti Gviana cəryanının keçməsi nəticəsində və bir də isti Braziliya cəryanı yenə də burada yağıntıların bol düşməsinə səbəb olur və Cənubi Amerikanın ucqar cənub-qərb hissəsində isə qərb küləkləri Sakit okeandan bol yağış gətirir. Nəticədə Cənubi Amerika ən rütubətli materikə çevrilir. Və Cənubi Amerikada Atakama səhrası və Patagoniyanı çıxmaq, bir qədər də Gran Chaco'nun ərazisini çıxmaq şərti ilə Cənubi Amerika digər ərazilərində demək olar ki, 1000 mm-dən çox yağıntı düşür. İndi keçək Cənubi Amerikanın iqlim qurşaqlarına. Cənubi Amerikanın şimalında subekvatoral iqlim qurşağı, sonra görürük. Subekvatoral iqlim qurşağına daxil olan ərazilər Orinoco ovalığı, Gviana yaylası, şimal subekvatoraldır. Yağıntılar yay aylarında, yəni iyun, iyul, avqust aylarında düşür. Amazon ovalığı ekvatoral qurşağın ərazisidir. Burada yağıntılar il boyu düşür, ekvatoral qurşaqda olduğuna görə. Braziliya yaylasının ərazisinə diqqət edirik. Braziliya yaylası cənub subekvatoraldır. Cənub subekvatoral olduğu üçün yenə də yay aylarında düşür, amma dekabr, yanvar, fevral aylarında düşür. Ondan sonra gələn iqlim qurşağına tropik iqlim qurşağıdır.
Tropik iqlim qurşağına diqqət edirik. Onun qərb hissəsində buradan soyuq Peru cəryanının keçməsi nəticəsində quru tropik, səhra tropiki burada Atakama səhrasının yaranması üçün şərait yaradır. Hətta diqqət eləməliyik ki, bu Peru cəryanının təsiri daha şimala doğru olduğuna görə burada Galapagos adaları da tropikin səhra tipinə düşür. Şərq hissəsində isə rütubətli tropik meydana gəlir. Şərq hissəsində rütubətli tropikin yaranma səbəbi isti Braziliya cəryanıdır və həmin rütubətli tropik Braziliya əyalasının şərq sahil boyunca geniş bir ərazini şimala doğru irəliləyir və bu şərq sahil boyu ərazilər rütubətli tropikdə yerləşir. Tropikdən cənubda isə subtropik iqlim qurşağı yerləşir. Subtropikin qərbində Aralıq dənizi, Çili dövlətinin ərazisində və Antaqların qərb hissəsində, sonra şərqə doğru getdikcə kontinental tip və şərq hissəsində isə bərabər rütubətlənən tipdir ki, bu da La-Plato ovalığının ərazisini əhatə edir. Və Cənubi Amerikanın cənubundan mülayim iqlim qurşağı keçir. Mülayim iqlim qurşağında burada iki tipinə rast gəlirik. Ən cənub küncündə mülayim dəniz iqlimi, bu odlu torpaq və Çilinin cənub-qərb hissəsini əhatə edir və Patagoniyanın ərazisində isə mülayim kontinental tipə rast gəlirik. Burada mülayim kontinentalın yaranmasında da rol oynayan cəryan soyuq Falkland cəryanıdır. Və indi keçək ərazi üzrə. Ərazi üzrə diqqət edək. Deməli, Cənubi Amerikanın fiziki xəritəsinə baxsaq, dediyimiz kimi, deməli, Orinoco ovalığı və Gviana yaylasını biz götürürük subekvatoriala. Amazon ovalığını götürürük, Orinoco ovalığı, Gviana yaylasını götürdük subekvatoriala. Amazon ovalığını götürürük ekvatoriala. Braziliya yaylası cənub yenə subekvatorial və Braziliya yaylısının şərq sahili boyunca tropik iqlim, rütubətli tropik tipini götürürük. Cənubi Amerikanın qərb sahil boyu ekvatora doğru bu tropikin quru tropikidir. Burada Atakama səhrası daxil olur quru tropikə. La-Plato ovalığı subtropikin rütubətli tipindədir. Bərabər rütubətlənən tipi subtropikdir. Şimal hissəsindən tropik keçir, amma əsas bərabər rütubətlənən tipdədir subtropikin. Və cənub hissəsinə diqqət edirik. Cənubundan mülayim qurşaqdır. Patagoniya düşür mülayim kontinentala. Burada Çili və odlu torpaq adası və Çilinin cənub-qərb hissəsi mülayim dənizə, Patagoniya isə mülayim kontinental iqlimə düşür. Belə, bu qədər.